Deməli dostlar, Almaniyaya gələndən sonra həyatımda ən böyük dəyişiklik yemək üzrə olub və mən Azərbaycanda heç çox yemək pişirən biri olmamışam. Yəni həmişə mamam pişirib hazır yemək, mən də gedib yemişəm. Amma Almaniyaya gələndən sonra artıq görürsünüz qutab eləyirəm, xəmir açıram, belə işlərlə məşğulam. Yəni Almaniyaya gələndən sonra bu çoxuna aiddir. Ən böyük dəyişiklik odur ki, insanlar artıq yemək pişirməyə başlayırsınız. Çünki siz təksiniz. Heç kim yoxdur. Bu yeməyi də kimsə pişirməlidir ki, siz yəni bunu yeyəsiz. Ona görə də indidən deyirəm, kimsə Azərbaycanda yemək pişirmirsə, bura gələndən sonra çox da gözəl pişirəcək, çox da gözəl yeyəcək. Ona görə indidən hazırlaşın, biraz da yeməkləri öyrənin. Mənim kimi öyrənməmiş bura gəlməyin. Burada içdiyim var ətlə, burada xəmirlərimdir. Burada da nardır. Bir dənə sumaq əksiydi. Sumağı da tapa bilmədim. Gələn dəfə onu da tapacağım. Sağ olun, salamat qalın.